الحمد لله الذي هدانا إلى نبيه محمد اللهم صل على محمد وآل محمد الذي سماه في كتابه بأحمد والصلاة والسلام على عبده المعيد ورسوله المصدد وصفيه الأمجاد وآله الوارثين لمقامات العلية المكرمين بكراماته الخفية والجلية ولعنة الله على أعدائهم الضليلة. أما بعد فقال ذو القوة المتينة في آيات الكريمة وما أرسلناك إلا رحمة للعالمين. Peyğəmbər və Ali Peyğəmbərin gül camalına salavat zikr eləyək. Allahümmə səlli alə Muhammed və Ali Muhammed. Esselamu Aleyküm və Rəhmətullah. Hər birinizi xoş gördük. Bu gözəl gündə, gözəl məkanda hər biriniz dəyərlisiniz. Belə gözəl məclislərə zinət verən siz möminlərsiniz. Allah sizin hər birinizin niyyətinizə çatdırsın. Allah bu bayramımızı, bayramlarımızı bizlər üçün mübarək qərar versin inşallah. Allah bu bayramları həqiqətən bizləri dərk edənlərdən qərar versin. Mən dünən də ərz elədim Göyçayda olanda. Belə məclislərdə Allah hər kəsə tövfiq verməz əvvəla belə məclisləri. Allah istədiyi bəndələri, istədiyi qullarını özü gətirər. Yəni elə bilməyin ki, elə biz bura öz iradəmizlə gəl. Düzdür, iradə eləmişik, amma Allah istəməsə gələ bilmərik bura. Belə məclislərə Allah hər kəsə tövfiq verməz. Çünki bu məclislərdə, dünən də dedim, burada alınan hər bir nəfəs ibadətdir. Elə ki, oturmuşsunuz, əyləşmişik yerimizdə, elə ibadətlə məşğul oluruq. Heç nə eləmirsiniz, oturmuşsunuz, ibadətlə məşğul olursunuz. Niyə nəfəs alırsınız? Peyğəmbər məclisindəyik, İmam Sadiq əleyhissalam məclisindəyik. Bir daha hamımızı təbrik edirəm. İnşallah Allah Teala bizləri Peyğəmbər və İmam Sadiq əleyhissalama layiq nökərlərdən qərar versin inşallah. İstəyirəm, bugün də bir balaca fərqli söhbət eləyək. Çünki neçə vaxt elə, düzdür, elə bu söhbətlərin içində hamısında elə əxlaq var, ibrət var, tərbiyə metodları, hamısı elə bu söhbətlərin içindədir. Peyğəmbərdən, Əhl-i Beytdən nə desən, hansı səmtdə danışsan, elə içində hamısında ibrət var. Hamısının içində əxlaq var. Bu günlərdə istəyirəm bir mövzuya toxunaq. Bəzən görürsən, bizlərə bir salavat zikr eləyim, Peyğəmbər tortu daxil olur. Allahümmə səlli alə Muhammed və Ali Muhammed. Əhsən, maşallah. Pişirən əllər var olsun. Əhsən, çox gözəl. Allah dəyər versin. Allah canınızı sağ eləsin. Allah sizi əziz eləsin. Allah həmişə qiymətli eləsin sizi. Bunların özü ayrı yeri var. Ayrı aləmdir bunlar. Belə şeylər, nə bilim, bunu deməklə, vəsf eləməklə mümkündür. Bəli, bəzən görürsən, biz müsəlmanlara irad tuturlar. Elə bəzən Avropalaşmış müsəlmanlar, bəzən də elə Avropa, Qərb, bax, o tərəf bizlərə, yəni qeyri-müsəlmanlar bizlərə irad tuturlar. Və iradları da budur ki, siz müsəlmanlar bizə deyirlər. Siz müsəlmanlar bu Peyğəmbəri niyə bu qədər şişirdirsiniz? Niyə bu qədər böyüdürsünüz? Nəyə görə onun işlərini bu qədər böyüdürsünüz? Adi bir insan olub da, o da o bir Peyğəmbərlər kimi gəlib, risalətini tamam eləyib, gedib. Bəzən bizə belə deyirlər. İndi, amma elə bu sözü deyən Avropalı yönlü insanlar, qərb yönlü insanlar özləri bu günlərim oturublar, özləri hesab ediblər. Peyğəmbər Əkrəmin 23 illik risaləti dövründə elədikləri hamısını hesablayıblar və elə özləri də etiraf edirlər ki, bu Avropalılar, bu qərblər özləri etiraf edirlər ki, bugün bu texnika ilə, bu inkişafla, bu məsələn təbliğat vasitələri ilə nə qədər təbliğat vasitələri var? İnternet, ondan sonra telefon, radio, televiziya, media, bunlar hamısı nədir? Təbliğat vasitələrdir. Bugünkü vaxtda, bugünkü zamanda bu qədər inkişaf eləmiş bir texnologiya ilə əgər Peyğəmbər Əkrəm əleyhissalamın 23 ildə elədiklərini eləmək istəsələr, hesablayıblar ki, 200 il bəs eləməz.
200 ilin işini Peyğəmbər Əkrəm 23 ildə eləyib. Peyğəmbər nə vaxt Peyğəmbərliyə məqbus olub? 40 yaşında. 63 yaşında da vəfat eləyib. 23 il Peyğəmbərlik eləyib, risalət eləyib. 23 ildə elədiklərini bu günlərim Avropa hesablayır ki, bu boyda texnika ilə 200 ildə bəs eləməz. Hə, bizim Peyğəmbər belə Peyğəmbər idi. Xoş bizim halımıza gör kimin ümmətiyik biz? Biz belə bir Peyğəmbərin ümmətiyik. Bugün əgər istəsək Peyğəmbəri tanıyaq, ümumiyyətlə bir şəxsi tanıyaq, 3 meyar var. Bu 3 meyar əsasında hər hansı bir insanı tanımaq olar. İstəyirsən birini tanıyasan, istəyirsən gələsən, məsələn, görəsən Elnur kimdir? Elnuru tanıyasan 3 meyar var. Hər bir insana, özümü misal həmişə vururam ki, heç kimin xətrinə dəyməsin. 3 meyar var, 3 meyar əsasında insanları tanımaq olar. Bir, onun özü. Onun özünə bax, onun sözünə bax, onun gördüyü işlərə bax. Gör nə görür, nə edir, nə iş görür, nə danışır, işləri nədir? Bu onun özünü tanıtdıracaq. Düzdürmü? Peyğəmbər Əkrəmdə istəyəcək tanıyaq, birinci gərək onun özünə baxaq, sözünə baxaq, əməlinə baxaq, rəftarına baxaq. Görək kimdir, nəçidir, nə iş görür, nə deyir, nə danışır. İndiki Peyğəmbər yoxdur. Canlı biz onu görə bilməmişik. Düzdür, bizim üstünlüyümüz də axır zaman möminlərinin üstünlüyü də ondan ibarətdir ki, biz bu günlərin Peyğəmbəri görməyə iman gətirmişik. Peyğəmbər Əkrəm özü buyurardı ki, Allah məni qardaşlarımla tez görüşdür. Peyğəmbər ömrün sonunda deyər ki, Allah məni qardaşlarımla tez görüşdür. Dedilər, ya Rasulallah, mən bir sözü qoyub ofisinə keçdimi? Burada yazmamışdım o. Dedilər, ya Rasulallah, o qardaşların kimdir? Bizik, səhabələr dedi. Bizlə görüşmək istəyir. Dedi, yox. Axır zamanı möminləridir ki, məni görmədən, tanımadan, eşitmədən, bilmədən mənə iman gətirəcəklər. Xoş bizim halımıza. Deməli, Peyğəmbər bizlə görüşmək həsrətindədir. Biz gör, öz məqamımızı nə qədər bəzən aşağı salırıq, amma haradadır bizim məqamımız Peyğəmbər gözündə? Deməli, birinci meyar insanı tanımaq üçün nədir? Onun özü. Bunu qoyduq qırağa. Peyğəmbər gün yoxdur. İkinci meyar nədir? İkinci meyar bundan ibarətdir ki, o insanı tanımaq istəyirsə, onun ustadına, onun müəllimindən soruş yine. Müəllimindən soruş, bu insan necədir? Müəllim öz şagirdini daha yaxşı tanıyır axı. Bütün gün onunla dərs örgədir, dərslə məşğuldur, əxlaq, bəzi şeylər. Üçüncü meyar onun tələbəsindən soruş. Tələbəsi varsa, tələbəsindən soruş. Gör o necə ustaddır, necə sənin üçün müəllimlik eləyir. İndi, birinci vasitəni dedik, qoyduq qırağa. İkinci meyar ki, müəllim idi, Peyğəmbəri tanımaq istəyirsə, görək onun müəllimi kim olub? Allah. Allah, əhsən. Gülü dayın salamatlığına bir salavat. Allahümmə səlli əla Muhamməd və ali Muhamməd. Əhsən. Peyğəmbərin ustadı, Peyğəmbərin müəllimi kim olub? Allahu Təbarəkə və Teala. Allah özü Peyğəmbərə vasitəsiz müəllimlik eləyir. Peyğəmbərin əgər müəllimi Allahdırsa, indi biz Allahdan soruşaq. Allahdan indi deyəcəksə, Allahı görürük, necə soruşaq? Bəli, Allah bizim üçün Quran qoyub. Qurandan soruşduq, Allahdan soruşduq. Allahdan soruşaq görək, Allah sənin bu şagirdin necə bir adam idi? Görək Allah nə buyuracaq öz Peyğəmbəri haqqında? Peyğəmbərin ən gözəl məddahı elə kimdir? Allah Təbarək Teala. Allah Teala Peyğəmbər haqqında çox sözlər buyurub. Çox sözlər. Dünən də birini dedim. Hansıydı? Görüm yadınızdadırsa, əksəriyyət 90% adam bugünkü burada olan dünən Göyçay'da idi. Nə idi? Ləuləq ya Muhammed, ey Peyğəmbər, əgər sən olmasaydın, mən bu əflaki yaratmazdım. Mən bu məxluqatı yaratmazdım. Heç nəyi yaratmazdım. Mən sənə görə nə yaratmışamsa, sənə görə yaratmışam və səndən yaratmışam. Düzdürmü? Bu ən böyük sözdür. Amma bunların içində hər gözəlliyi özündə ehtiva edən bir Quran ayəsi də var ki, Allah Teala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Buyurur ki, ey Peyğəmbər, biz səni yalnız aləmlərin rəhməti üçün yaratdıq. Aləmlərə bir rəhmət üçün yaratdıq. Özdə diqqət edin, burada demir ki, ay Peyğəmbər, biz səni bəşəriyyətin,
insanlar üçün bir rəhmət olaraq yaratdıq. Yox, aləmlərin, nəinki insan, bütün məxluqat ki Allah nə yaradıb, özü Qur'an-ı Kərimdə buyurur. Hansı surədə? Buyurur Ənbiya surəsinin 107-ci ayəsində. Ənbiya surəsinin 107-ci ayəsində Allah Teala buyurur: "Və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin." Ya Muhammed, biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərdik, aləmdəkilər üçün. Onlar üçün bir rəhmət olaraq göndərdik. Tarixə nəzər salanda doğrudan da görürsən ki, Peyğəmbər Əkrəm həqiqətən də nə qədər zülm çəkib, nə qədər əziyyət çəkib, nə qədər müsibətlər görüb. Hətta elə olub ki, bir nəfərin hidayəti üçün Peyğəmbər Məkkədən və yaxud Mədinədən dururdu, gedirdi başqa bir şəhərə təmətəkcə ki, orada bir nəfəri hidayət eləyəcək. Onlardan da biri misal, tarixdə yazır ki, Peyğəmbər bir gün Mədainə gedir. Mədainə səfər edir, Mədinə ətrafında olan bir şəhərlərdəndir. Mədainə səfər edir təmtəkcə. Niyə? Çünki bilirdi ki, orada elə bir insan var ki, o hidayətə layiqdir. Ona görə oradan durub getmişdi ki, onu hidayət edəsə, o bir nəfərə görə. Getdi də başına nələr gəlmədi. Peyğəmbəri nə qədər incitdilər, nə qədər təhqir elədilər, nə qədər Peyğəmbərə daş atdılar, dişini cındırdılar, nə bilim, olmazın müsibətin Peyğəmbərin başına gətirdilər. Tarixdə yazır ki, Peyğəmbər əyninə ağ köynək giyinmişdi. O qədər Peyğəmbəri vururlar ki, bütün ağ köynək olur qızıl qan. Qıpqırmızı qana boyanır. Amma Peyğəmbər neynir? Gəlir oturur bir yerdə ki, istirahət eləsin, əl götürür Allaha, deyir Allah, sənə ant verirəm sənin özvə, sənə ant verirəm özümə, mənə görə onlara günah yazma, rəhmətən lil-aləmin, bax budur ha. Allah, onlara günah yazma, onlar nadanlıq üzündən elədilər, bilməyərəkdən elədilər, onlar səni tanımırlar, tanısalar eləməzlər, onlara günah yazma ya Allah. Peyğəmbər belə Peyğəmbər idi. Deyir, elə oturmuşdu ki, bunu deyirdi, dua eləyirdi və ağlayırdı. Ağlamırdı ki, yarası ağradırdı, ha, ağlayırdı ki, onların gününə ki, Allah, birdən onlara əzab nazil eləyərsən, eləmə. Rəhmətən lil-aləmin. Uzaqdan bir nəfər görür ki, bir nəfər oturub ağlayır. Peyğəmbəri də tanımır ki, indi kimi televizor zat yoxdur ki, görəsən, deyəsən, hə, bu Peyğəmbərdir. Hə, yaxınlaşır, görür ki, üst baş qan içində, yaman gündə yazılı gəlir Peyğəmbərə. Gedir, bir içim su gətirir Peyğəmbərə. Bir bardaq su gətirir, verir Peyğəmbərə. Peyğəmbərə verəndə görür, yox, bu adam o adam deyil. Bu hər adamdan deyil. Bu elə-belə insan deyil. Əyləşir Peyğəmbərin başlayır yaralarını təmizləməyə. Peyğəmbər də bununla 2-3 kəlmə danışır. Bu 200 kəlmə ilə də həmən bu insan ki, elə Peyğəmbər bundan ötürü gəlmişdi, hidayət olur. Peyğəmbər bunu hidayət edir, qayda təzdən Mədinəyə. Bax, bir nəfərdən ötürü Peyğəmbər o boyda yolu getmiş ki, o bir nəfəri hidayət eləsin. Dünənlərim cümə günü də dedim, Allah Teala bəzən Qur'an-ı Kərimdə insanları tərif edir, hansısa bir insanları, ya hansısa bir ailəni. Allah Teala Qur'anda birini tərif eləmək üçün bəzən buyurur ki, o mənim gözəl bəndəmdir. Bəndə sözündən istifadə edir. Ni'mal bənd, o mənim gözəl bəndəmdir. Bəndə sözündən istəyir. Və hər kəsə Allah nəsib eləməz ki, Allaha bəndəçilik eləsin, ha? Hər kəsə nəsib olmaz ki, Allaha həqiqətən də bəndəçilik eləsin. Yalnız və yalnız Allah xüsusi inayət elədikləri üçün neyini bəndəçilik nəsib eləyir ona? Qur'anda görürsən, bir çox yerdə əbd kəlməsi işlənib. Əbd, əbduhu, əbdihi, əbdinə. Bu kəlmələr çoxdur Qur'anda. Haradasa ya mühəqqiqlər deyirlər, 300-ə yaxın əbd kəlməsi işlənib. Bəzi yerdə də əbd kəlməsindən sonra, hər yerdə yox ha, bəzi yerdə əbd kəlməsindən sonra Allah Teala hansısa Peyğəmbərin adını zikr edir. Məsələn, buyurur ki, وَذْكُرْ عَبْدَنَا İbrahim və İshaq və Yaqub, Sad surəsinin 45-ci ayəsində. Başqa bir ayədə buyurur, وَذْكُرْ عَبْدَنَا Əyyub, وَذْكُرْ عَبْدَنَا Davud. Əbd deyir, sonra hansısa Peyğəmbərin adını zikr edir. Diqqət edin mənə, sözümün canı var. Əbd deyir, sonra Peyğəmbərin, hansısa Peyğəmbərin adını zikr edir. Amma Qur'anın heç bir yerində tapa bilmərsiniz ki, Allah Teala orada əbd kəlməsi desin, sonra Muhammed kəlməsi istifadə eləsin. Salavat zikr edin. Allahümmə səlli alə Muhammed və ali Muhammed. Allah Teala ya Peyğəmbərin adını zikr eləyir şəxsən Qur'an-ı Kərimdə
ya da əbd kəlməsi deyəndə ki, Peyğəmbərə şamil eləmək istəyir İslam Peyğəmbərinə, artıq onun adını zikr eləmir. Niyə? Məsələn, Kəhf surəsi. Kəhf surəsində Elhamdülillahillazi alə abdihil kitab. Həmd o Allaha məxsusdur ki, bura baxın, bir dənə bu ayəyə diqqət edin. Həmd o Allaha məxsusdur ki, bəndəsinə neyinib? Kitab nazil eləmişdir. Allah burada da özünə şükür eləyir ki, mən Peyğəmbər kimisinə kitab nazil eləmişəm. Həmd o Allaha məxsusdur ki, bəndəsinə kitab nazil edib. Daha çünki burada ehtiyac qalmır onun adını zikr eləməyə. Bəndə kimdir burada? Peyğəmbərə Əkrəm. Bu ayədə Allah Teala öz bəndəsi olan sonuncu Peyğəmbərin adını zikr eləmir. Çünki ehtiyac qalmır. O qədər bəndəçiliyi ilə Peyğəmbərə Əkrəm məşhur idi ki, daha adını zikr eləməyə ehtiyac qalmamışdı. Bizlərin də arasında bəzən belə olur da. Elə bir ki, bizim məsələn kollektivimizdir, məscid kollektivi, düzdürmü? Burada indi hamı bir mömin namaz qılan kimi də, bu kollektiv budur. Mömin namaz qılan kimi. İndi aramızda məsələn hansısa bir sənəti ilə, ya peşəsi ilə məşhur olan var. Məsələn, götürək həkim. Allah canını sağ eləsin, Cavid həkimin indi yoxdur burada. Elə bir ki, deyirəm ki sizə, həkim də bugün burada, doktor bugün gəlib. Hamımızın zehrinə Cavid doktor gələcək. Çünki aramızda bircə doktorla, doktorluqla məşhur olan, şöhrət tapan bu məsciddə Cavid doktor idi. Deyirəm ki, doktor da gəlib və buradadır. Asad hamımız biləcəksiniz ki, kimdən gedir söhbət? Cavid doktordan gedir söhbət, düzdürmü? Adını təhmərəm ki, artıq hamımızın zehninə kimsə gəlir ki, filankəs doktordan gedir söhbət. Amma getdin klinikaya, ya xəstəxanaya, ya poliklinikaya, deyirsən ki, doktor gəlib, orada o qədər doktor var, hansı doktordan gedir söhbət? Artıq orada adını zikr eləmək lazımdır. Peyğəmbər Əkrəmdə Allaha o qədər bəndəçiliyi eləmişdi ki, o qədər bəndəçiliyi ilə məşhur idi ki, mələklər aləmində, Allah qatında, insanlar içində artıq Allah Teala onu əbd deyəndən sonra onun adını zikr eləməyə ehtiyac bilmir. Onun adını zikr eləmir. Allah belə Allahdır. Kim ki onun qarşısında kiçilməyi bacardısa, diqqət edin, kim ki Allahın qarşısında kiçilməyi bacardısa, Allah Teala da onu neyəcək? Onu yüksəldəcək, ona əzəmət verəcək. Elə ki Allah qatında özünü kiçiltdin, özünü heç nə bildin, Allah sənə əzəmət verəcək, Allah səni bir yolla qaldıracaq, Allah səni məşhur eləyəcək, tanıtdıracaq. Allah qarşısında kiçilmək lazımdır, bəndəçilik eləmək lazımdır. Peyğəmbər hər gecə münacat eləyərdi. Diqqət edin. Hər gecə Peyğəmbər Əkrəm münacat edərdi və yalvarar ki, ilahi pərverdigarə, Allah mənim üzərimdən bir anda olsa öz mərhəmətli nəzəri əski eləmə. Hər an mənim üzərimdə öz mərhəmətli nəzəri üstümdə eləginən. Peyğəmbər bu duanı eləyirdi ha. İndi siz təsəvvür edin. Allah özü ki, Peyğəmbərinə Qur'an-ı Kərimdə rəhmətən lil aləmin deyir, aləmlərin rəhməti deyir. Allah özü ki, Qur'an-ı Kərimdə Peyğəmbəri bəndəm deyir, bəndə kimi tanıtdırır. Elə bir Peyğəmbər hələ də nigarandır. Nigarandır ki, Allah nəzər-i mərhəməti üstündən əski eləməklə. Bir Peyğəmbər ki, bu qədər bu dərəcələrə layiq ola, hər axşam Allahla münacat eləyə, buyura ki, Allah sənə, əsas da ömrünün sonunda bu sözlər deyirdi. Allah sənə layiq olduğum kimi ibadət eləyə bilmədim. Peyğəmbər deyirdi ha bunu. Əşrəfül xaliqin, rəhmətul lil aləmin, abduhu. Belə bir Peyğəmbər deyirdi, Allah ömrünün sonunda, Allah məni əfv elə, sənə layiq olduğun kimi ibadət eləyə bilmədim. Səni sənə layiq olduğun kimi tanıya bilmədim. Peyğəmbər əgər belə deyirsə, biz nə etməliyik? Peyğəmbər belə bir Peyğəmbərdir. Hər an biz Allaha şükür eləməliyik ki, biz belə bir Peyğəmbərin ümmətiyik. Biz belə bir Peyğəmbərin və onun balalarının davamçılarıyıq. Şükür eləməliyik buna. Allah bizləri bu yolda inşallah sabit qədəm eləsin Allahın köməyi ilə. Deməli, 3 meyyar dedik. Birinci meyyar insanı tanımaq üçün onun özünə bax, sözünə bax, əməlinə bax. İkinci meyyar onu ustadından, müəllimindən soruş. Müəllimindən soruşduq, bizə tərif elədi. Üçüncü meyyar da onun tələbəsindən soruş. Tələbəsindən soruş, ustadın necə adam idi? Peyğəmbər Əkrəmin tələbəsi kim idi? Kim idi? Ucadan, Əli adını ucadan zikr edin. Əhsən bir zikr edin, bir salavat zikr edin.
Həzrət Əli əleyhissalam salavatı ucadan zikr edin. O günlərim 1-2 gün bundan qabaq sübh namazında qardaşlara bunu ərz elədim. Qoy sizə də bir hədiyyə ünvanında, bir peyğəmbərə bayramlıq ünvanında sizə də deyim. Allah Taala'nın şəriyi yoxdur. Var? Yoxdur. Allahın şəriyi yoxdur. Amma Allah Təbarək Taala Qur'an-ı Kərimdə buyurur ki, bir yerdə mənə gəlin şərik olun. Mənə bir yerdə şərik olun. Harda deyir Allah mənə şərik olun? Hər gün namazdan sonra oxuyursunuz. İnnəllahə və mələkətəhu yusəlluna alən-nəbi ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimun təslimə. Allahumma salli ala Muhammed və ali Muhammed. Mənə şərik olun. Mən və mələklərin Peyğəmbərə salavat göndərəm. Siz də gəlin bizə qoşulun, müşahidə edin bizi. Bizlə bərabər Peyğəmbərə salavat göndərin. Peyğəmbərin görün məqamı nə qədər ucadır. Ona görə də deyirlər ki, dua eləməzdən qabaq salavatla, duadan sonra salavatla qutar. Salavatla başla, salavatla qutar. Allah iki salavat arasında olan duanı geri döndərməz. Geri döndərməz, mümkündür. Bəli, üçüncü meyar tələbə. Tələbə də kimdir? Əmir-əl-Müminin, Mevləl-Muvahhidin, Həzrəti Əli əleyhissalam. Soruşaq Əli əleyhissalamdan ki, sənin ustadın, müəllimin kimi idi, necə bir adam idi? Bunu oğlu İmam Hüseyin əleyhissalam soruşur. Bir günlərim İmam Hüseyin əleyhissalam gəlir atası Əli əleyhissalamın yanına və Səəltu ən əbi əmir-əl-Müminin deyir, mən soruşdum atam əmir-əl-Müminindən. Əxlaqa baxın. Atam Əlidən yox ha. Atam əmir-əl-Mümin, möminlər əmiri olan atamdan soruşdum ki, keyfə kənə siratuhu fil cüləsai, Peyğəmbər oturub durduğu insanlar, Peyğəmbərin o məclisdə oturduğu insanlarla, bir məclisdə oturanda, bir çöldə bayırda, insanlarla rəftarı, danışığı, ünsiyyəti necə idi? İmam Hüseyin babası haqqında atasından soruşur. Həzrət Əleyhisselam buyurur ki, oğlum, kənə daimul buşur. Kənə daimul buşur. Oğlum, baban Peyğəmbərin üzü həmişə gülərdi. Həmişə üzündə təbəssüm olardı. Təbəssüm üzündən əski olmazdı. Həmişə güləriz olardı. Heç bir zaman o Peyğəmbəri biz qaşqabaqlı görmədik. Heç bir zaman. Hətta ən ağır vəziyyətdə, oradan da Peyğəmbərin həyatını bir oxuyursan, mütaliə edirsən, Peyğəmbər nələr, hansı problemlərlə yaşamayıb, rastlaşmayıb, nə qədər bəlalar görüb, nə qədər müsibətlər görüb, nə qədər heç vaxt da üzündə bildirməzdi. O problemini, o dərdini üzündə bildirməzdi. Odur ki, əxlaq alimləri bu günlərin buyururlar ki, öz problemlərinizlə digərlərini yükləməyin. Problemin var, inşallah nəsə həll eləməyə çalış. Amma onu kiməsə yükləmə, kiməsə üstünə tökmə. Bəzi görsənə olur, ailədə zətdə bəzən şikayətlər gəlir da ki, evə girə bilmirik da. Evə girən kimi xanım nə var hamısını deyir qapının ağzında. Bu içəri girin bir skan çay içim, ondan sonra yavaş-yavaş bala de geçsin də. Yox, elə qapının ağzında ləqqabın soymamış, deyir, ürəyim boşaldır. Kişi də olur bir dənə havalı, aləm dəyir bir-birindən söz-söhbət və salam. Xanımlar ona görə həmişə çalışın. Kişinin, bir misal var ya Azərbaycanlıların arasında. Kişinin ürəyinə söz hardan keçir? Qarnından, mədəsindən. Hə, onu yaxşı yedizdir, içizdir, yorğun aldır. Nə qədər istəsən deyə qulaq asacaq. Vallahi qulaq asacaq. Amma qapının ağzında yox. Çöldə nə bilsən nə formada gəlir. Peyğəmbər Əkrəm nələr olurdu, nələr baş verirdi, onu üzündə bildirməzdi. Həmişə gülər üzü idi. Hətta Əli əleyhissalamın özünü sözdə buyurur ki, müminin sevinci üzündə, kədəri qəlbində olmalıdır. Üzündə sevinç, qəlbində kədər. Daha burada kədər, burada başqa şeylər yox. Əksinə, yerini dəyişmək lazımdır. Əli əleyhissalam sonra da buyurur ki, İmam Hüseyin əleyhissalama, oğlum, səhlül xulq, oğlum, Peyğəmbərə Əkrəmin əxlaqı çox asandıydı. Nə mənada asandıydı? Yəni ki, insanlarla çox xoş davranırdı. Bir sözlə, alicənab bir insan idi. Sonra buyurur, Ləyyinül caibu ləysə bifadli və la qaldin və la səxab. Heç bir zaman kobudluq eləməzdi. Uca səslə danışmazdı. Mən kimi burada görsən, biraz özümün səsim uca, biraz da mikrofon. Hərdən bura çıxanda özümə deyəm ki, bir gün qışqırmayacam. Bir gün sakit danışacağam. Elə ki, elə bura çıxıram, bir də görəm yenə başlamışam.
qışqıra-qışqıra danışmağa. Amma siz dözürsünüz, sağ olun, Allah sizdən razı olsun. Heç bir zaman kobudluq eləməzdi. Heç bir zaman Peyğəmbər Əkrəm insanlarla uca səslə danışmazdı. Onları təhqir eləməzdi. Heç vaxt və lə fəhhaş, nalayiq söz ən yüngül formasında da belə ağzından çıxmazdı. Ən yüngül formasında da belə ağzından çıxmazdı. Biz bəzən uşağı oxşayanda da söyüşlə zatla oxşayırıq. Amma Peyğəmbər yüngül formasında belə onun ağzından pis, nalayiq sözlər çıxmayıb heç vaxt. Və lə əyyəb, Peyğəmbər Əkrəm heç vaxt heç kimin eyiblərini qurdalamayıb, eyib axtarmayıb başqalarında. Əksinə, Allah canı sağ eləsin, dünən Mirzəki ağa səhv eləmirəmsə dedi ki, Peyğəmbərin bir xüsusiyyəti var ki, onlara gözəl nöqteyi nəzərdən yanaşardı insanlara. Yəni necə? Bu insan elə bir insandır ki, bunun mənfi xüsusiyyətləri çoxdur, amma bir dənə yaxşı xüsusiyyəti var. O yaxşı xüsusiyyəti ilə ona yanaşardı. O mənfiləri görməzdən gələrdi bəzən. Peyğəmbər belə Peyğəmbər idi. Və lə əyyəb, eyb axtarmazdı, qurcalamazdı. Amma mən Elnur birinci axtarıram, görüm bunun nə mənfi sifətləri var. Onları bir deyim, ürəyimi soydum. Ondan sonra hələ baxarıq da qaçmasa deyərəm yaxşı şeylərdən də. Amma elə edirəm ki, qaçır. Bəli. Və lə məddah və heç bir vaxt da Peyğəmbər Əkrəm boş yerə, əbəs yerə kimisə tərifin göyə qaldırmazdı. Nəyinsə, kimisə boş yerə tərifləməzdi. Yətəxafu əmmə lə yəşləh. Boş yerə mümkün olmayan şeyi arzulamazdı. Məsələn, ay yerə düşsəydi əlimi vurardım, bugün qarpız olsaydı yeyərdim, qışda qarpız olur. Məsələn deyirəm ha, indi mən bilmirəm nə misal çəkim. Yəni, burada hədisdə budur ki, yətəxafu əmmə lə yəşləh. Yəni ki, mümkün olmayan arzuları eləməzdi. Kim ona tərəf ümidlə gəlsəydi, məyus olmazdı. İstər maddi cəhətdən, istər mənəvi cəhətdən, istər bir kəlmə xoş sözlə də olsa belə, xülasə heç kəsi əliboş qaytarmazdı Peyğəmbər Əkrəm. Qad tərəkən nəfsəhu min thələth. Buyurur ki, oğlum, Peyğəmbərdə indi deyəcəyim 3 xüsusiyyət olmayıb heç vaxt. O 3 xüsusiyyəti görməmişik onda. Hansılardır? Əl-mira, vəl-iksar və mə lə yəni. Yəni, heç bir zaman əl-mira, heç bir zaman boş-boş mübahisə eləməzdi. Bugün görürsən, insanlar arasında heç nədən mübahisə yaranır. Amma Peyğəmbər heç vaxt boş mübahisə eləməzdi. Tərkül mira Peyğəmbər əxlaqından idi. Sözün deyərdi, demək lazımdır. Amma qəbul elədi, lap gözəl eləmədi, özü bilər. Dayı onun dərini yox, mən sübut eləməliyəm sənə. Dünənlərim axşam nəsə də, deyir ki, yox, yol məsələn belə idi. Dedim, mən bilən belə idi, axı mən də o yoldan, sizin aranızda yox, başqa bir yerdən. Dedim, yox, mən bilən yol belə idi. Dedi, yox, sən nə danışsan, belə idi. Dayı demədim ki, arkadaşlar, 30 maşın getmişik, gəlmişik də, yolu görmüşük, vəziyyət nədirsə, xəbərimiz var. Da gördüm, qəbul eləmir, həvəssalam, eləmir da. Çox gözəl. Onda da bu hədisi oxuyurdum, ona görə dinmədim, bəlkə də alıb gedərdim. Gördüm ki, Peyğəmbər belə rəftar edib, mən də daha dedim, heç olmasa bir dəfə də olsa Peyğəmbərin sözünə əməl edeyim. Bəli, vəl-iqtar, ikinci xüsusiyyət ki, Peyğəmbərdən görünməmişdi, iqtar, yəni ona aid olmayan işə müdaxilə eləməzdi. Mənə aid deyirsə, mən ora müdaxilə eləmək haqqım yoxdur. Peyğəmbər belə bir Peyğəmbər idi. Sən aşın deyirsə, sənə aid deyirsə o söhbət, ora müdaxilə eləmə. Mələ, yəni, üçüncüdür, yəni boş-boş söhbətlər eləməzdi Peyğəmbər. Faydasız sözlər danışmazdı. Baxardı, bunun faydası varsa, deyərdi, faydası yoxsa danışmazdı. Kənə lə yazummu ahadan və lə yuayyidin. Heç kəsi danlamazdı, heç kəsi utandırmazdı. Təkəlləm izə təkəlləmə əqrəqə cüləsəə kənnəmə alə ruusihimut tayr. Elə ki, Peyğəmbər söhbətə başlayardı, hamı sakit dayanardı. Peyğəmbər qarşısında heç kim danışmazdı. Elə bir formada ki, buyurur ki, ənnəmə alə ruusihim tayr. Bu bir ərəblərin söz misalıdır. Sanki deyir, başında quş oturub, başını salıb aşağı, başında quş oturub. Quş harada oturur? Quş gələr insanın başında oturar? Yox. O zaman oturar ki, elə bilər ki, o qaya parçasıdır. O qədər sakit durub ki, quş elə bilər ki, o qaya parçasıdır, gəlib oturub onun başında. Deyir, Peyğəmbər danışanda elə dururdu insanlar, başı aşağı sakit, elə bir ki, quş oturub başında. Biz bugün deyirik ki, milçək uçsa səsi eşitlərdi. O qədər sakitlik var idi ki, milçək uçsaydı səsi eşitlərdi. Bu bizim misalımızdır. Ərəblər də deyirdi ki, elə sakitlik yanardılar ki, elə bir başında quş oturub.
Və izə səkət, elə ki Peyğəmbər dayanırdı, sözünü bitirirdi, təkəlləmu, ondan sonra başlayardılar söhbətlərinə. Və lə yətənəzəunə indək, Peyğəmbərin yanında heç vaxt niza eləməzdilər, mübahisə eləməzdilər, dava eləməzdilər, söz söhbət eləməzdilər. Peyğəmbər olan yerdə söz söhbət eləmirdilər, mənim əzizlərim. Bugün biz bəşəriyyətin ən şərafətli olan Rəsul-i Əkrəmə ancaq tarix gözü ilə baxmamalıyıq. Tarixdə belə yazırlar, ancaq ona kifayətlənməməliyik. Peyğəmbər-i Əkrəmin risaləti bəşəriyyətin xilası üçün idi. Peyğəmbər ona görə məbus olmuşdu. Əxlaq dəyərlərini öyrətmək üçün Peyğəmbər məbus olmuşdu. Allah təbarəkə Teala Qur'an-ı Kərimin Əhzab surəsinin 21-ci ayəsində buyurur ki, لَقَدْ قَالَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ Usvetun hasene. Peyğəmbər sallallahu aleyhi və səlləm sizlər üçün, bizlər üçün bir həyat örnəyi və bir nümunədir. Qur'an-ı Kərim Allah Teala yenə tərif edir. Əhzab surəsinin 21-ci ayəsi. Bəs deməli, bizləri bir ümmət kimi hamımızın vəzifəmizdir ki, bir ümmət kimi hamımızın vəzifəmizdir ki, Peyğəmbərin atdığı addımların ardı ilə addım-addım adlayaq. Peyğəmbərin getdiyi yolla biz də gedək. O neyini biz də elə eləyək. Peyğəmbərin buyurduqlarına əməl eləyək ki, nicat tapaq. Əməl eləməsək nicat tapanmaraq. İndi deyirsiniz ki, bəs dünənlərim axırda bizi sevindirdin. Bir hədis dedim Peyğəmbər haqqında ki, Peyğəmbər belə nicat verəcək, belə eləyəcək. Elə bu gün də istəyirəm bunu deyim ki, rahat olmayasınız. Daha elə də kəllən atıb yatmayasınız ki, onsuz da mən neynəsəm, Peyğəmbər məni orada bağışlayacaq. Yox, belə olmasın. Yalnız Peyğəmbərin buyurduqlarına, Allah Təbarək və Teala'nın əmirlərinə riayət eləsək, əməl eləsək, nicat tapacaq. Bunu özdə Peyğəmbər Əkrəm özü buyurur Həzrəti Fatimə Zəhraya. Buyur, qızım Fatimə, qiyamətin günü mənim qızım olduğun üçün nicat tapmayacaqsan, ha? Deməginən ki, mənim qızımsan orada nicat tapacaqsan, yox, belə şey olmayacaq. Elə olsaydı Lut Peyğəmbərin evladı ailəsi, Nuh Peyğəmbərin evladı ailəsi, imamlarımızın, məsum imamlarımızın bəzini görsəm, elə evladları var idi, naxələf çıxırdılar. Əgər nəsəblə, əsl nəcəblə, ata ilə, oğulla, qovmağrəbə ilə Allah nicat versəydi, birinci onlara verərdi nicatı. Amma Allah onlara nicat vermədi. Qızım, buyurur ki, qiyamətin günü mənim qızım olduğun üçün nicat tapmayacaqsan. Qiyamətin günü kim mənim buyurduqlarımı eləyəcəksə nicat tapacaq inşallah. Allaha ant verək bu gecənin əzəmətinə. Allaha ant verək Peyğəmbər-i Ali Peyğəmbərin öz haqqına. Allah yanında olan məqam və mənzilətlərinə, bizləri Peyğəmbər yolu ilə, Peyğəmbərin həqiqi dediyi yollarla gedən möminlərdən qərar versin inşallah. Allah Teala inşallah bizləri Peyğəmbərə layiq möminlərdən qərar versin. Allah bizləri İmam Zaman ağa ilə məhşur eləsin. Allah İmam Zaman ağanın zuhuruna təcil versin. Allah inşallah bizlərə qapı açsın, əskər balalarımız xeyirli salamat evlərinə dönsün. İnşallah gələn il bu vaxtı gözəl bayramlarımızı Qarabağımızda keçirdək inşallah. Şuşada, Laçında, Kəlbəcərdə keçirdək inşallah. Allah bizləri salamat eləsin. Allah Teala bizləri nə niyyətə gəlmişsiniz, niyyətlərinizi Allah qəbul eləsin bu günə xatir inşallah. Allah bizləri ailə, evlad içində baş aşağı eləməsin inşallah. Peyğəmbər və Ali Peyğəmbərin gül camalına salavat zikr edək.